33'e. Biraz maraqlı sualdır deyəsən. Deyir ki, bu x minus 1'in kvadratına qalıqsız bölünür. Yəni, burada x minus 1'in kvadratı var. Onda nə deyərəm burada? Baş əmsal x kubudursa, onda bunun burasında açanda x kvadratı eləyir. Nəyə vuranda x kub eləyir? X-ə. X'e. Burada da n var. Burada plus n olmalıdır ki, buranda belə olsun. Elə deyil. İndi n minus n'i tapın. Necə taparıq? Ya x'in yerinə 1 qoyarıq. Onda nə alırıq? M plus M çıx 3 bərabərdir 0. Sonra başqa nə edə bilərik? Məsələn, x'in yerinə mən mənfi n qoyaram. Buradan bir şey hesablayaram. Uzun gedər. Deməli, yadınızda saxlayın müəllimlər. Çoxədili ilə törəmənin bir dənə gözəl əlaqəsi var. Dərslərimə baxıbsınızsa, ola bilər görübsünüz. Onu belə ümumi də paylaşmışdım. Çoxədili ilə törəməni birləşdirən bir hissə var. O nədir? Bax, bu məntin U olsun. Ux. Bu da məntin Vx olsun. Mənim də Px'im budur. Törəməni bilirsiniz də yəqin ki. Hə. Bunun törəməsini alanda burada hasilin törəməsi alınır. Bunun törəməsi vur Vx plus Vx'in törəməsi vurulsun Ux. Bax, x'in yerinə 1 qoyanda burada nə alırıq? 0 alırıq axı. X'in yerinə 1 qoyanda bax, burada V bu idi. Bura 0'dır. Bax, bura 0'dır. Alınır U törəmə x vurulsun Vx. Yəni U1, U törəmə 1. Burada isə Ux alınır. Yəni bunun kvadratı qalır. Bunun kvadratında da yerinə qoyanda onun olacaq. 0. Hələ bir şey də var. Bax, diqqətli olun burada. Bax, buranın törəməsini tapanda qüvvət qabağa gəlir axı. Qüvvətdən bir vay çıxırlar axı. X'in yerinə 1 qoyanda nə olur? 0. Yəni burada 0 olur, burada 0 olur. Onda belə çıxır ki, T törəmə 1 nəyə bərabər olur? 0-a. Ona görə belə bir qayda deyirlər. Deyirlər ki, kvadrata bölünürsə, bir dəfə x'in yerinə 1 qoymaqla ödənəcək. Buradan nə aldıq? M plus N 3. O onsuz da görünürdü. Bir dəfə də deyirlər, törəməsində x'in yerinə 1 qoyun. Qalındı bu. İndi x'in yerinə 1 qoyun, yenə 0 olmalıdır. Olur. M çıx 5 bərabərdir 0. Deməli, M olur 5. Başa düşdünüzmü? Belə göstərəm də sizə. A, Px n dəfə bu köçbunda təkrarlansın, vurulsun ki, x var. Siz burada törəmə tapanda hasilin törəməsinə görə bunun törəməsi olurdu. Qüvvətdən bir vay çıxırdı. Vurulsun ki, x olurdu. Plus qx'in törəməsi olurdu. Vurulsun yenə bu öz üçün qalırdı. Siz düşünün, burada x'in yerinə a yazsanız. Bura 0 olur. Olur. Bura 0 olur. Olur. Deməli, həm özündə x'in yerinə 1 yazanda 0 olmalıdır, həm də törəməsində x'in yerinə 1 yazanda 0 olmalıdır. Anladıq mı?